Ceylon çayı. Bu adı yəqin çoxunuz eşitmisiniz. Bəs bilirsiniz bu çayın vətəni haradır? Elə isə yaxın əyləşin. Yaxın bir dəqiqə ərzində bu ölkə haqqında danışacağıq. Bəli, doğru təxmin etdiniz. Söhbət Hindistanla Polk boğazı vasitəsilə ayrılan Şri-Lankadan gedir. Şri-Lanka təkcə Ceylon çayı ilə tanınmır. Ölkənin ərazisi 65,6 min kvadrat kilometrə malik olmaqla dünyada iki paytaxt olan nadir ölkələrdəndir. Paytaxtlardan biri hamımızın bildiyi Kolombodur. Digəri isə ondan şərqdə avtomobil ilə cəmi 21 dəqiqəyə çata biləcəyimiz Siri Jayawardenepur Kottedir. Adı bir qədər uzun oldu, elə deyilmi? Qısaca Kotte desəz kifayət edər. Rəsmi paytaxt Kotte, iqtisadi və ticarət paytaxtı isə Kolombodur. Tarixi terminlə desək, Kotte de jure, Kolombo de facto paytaxtdır. Ölkədə uzun illərdir həllini tapmayan bir münaqişə də var. Şimalındakı Tamillərlə cənubundakı Sinqallılar arasında. Səbəb isə ölkənin 1948-ci ildən sonra müstəqillik əldə etməsindən bu günə qədər Sinqallılar tərəfindən başladılan milli diskriminasiyadır. Sonuncuları səbəbkar hesab etmək olar. Bəs siz Hind okeanının göz yaşı adlandırılan bu ada dövləti haqqında nələr bilirsiniz? Rəy bölməsində qeyd edin.